2 aprel döyüşlərində qəhrəmancasına döyüşüb, şəhidlik zirvəsinə ucalan xüsusi təyinatlı qüvvələrin giziri Tural Qurbanovun anım günüdür. Bu məqsədlə bölgə TV olaraq şəhidimizin məzarını ziyarət etdik. Tural uşaqlığından vətənpərvər olub. Həqiqətən də yəni məktəbdə də, mən o hərbi dərslərdən də yəni həmişə əlası dərs alıb. Yəni o 16 yaşına çatanda özü dedi ki, ata mən hərbi hissədə gedib qulluq eləmək istəyirəm. Naxçıvanskiyə yazıldı. Yəni orada işimiz alınmadı. Sonra belə demək olar ki, vətənpərvər kimi hərbi xidmətə çağırıldı. Hərbi xidmətə də gedəndən 6 ay, 7 ay sonra zəng gəldi ki, ata mən xüsusi təyinatlı qüvvələrə 052-yə yəni yazılmışam, oraya gedəcəm, orada olacağam. Dedim, bala, sən özün seçmişsənsə o yolu, get də nətər məsləhətsən, ən azından öz fikrinin hamıdan üstündür. Mən sənə desəm, gedmə, sadəcə başına bir iş gələr, mən heç nə eləyəm bilmərəm. Sadəcə, yəni Tural elə bir bala idi ki, həqiqətən də oğlum olduğuna görə yox. Vallahi belə Tural elə bir oğul idi ki, yəni heç kimin xətrinə dəyməzdi, heç kimin yəni ürəyin qırmazdı. Belə səmimi. Yəni 16 yaşından da namaz qılmağa başladı. Nə bilim, insaniyyətliyin belə yəni o adam 22 yaşına qədər o adam bir nəfər adam olsun deyə bilməz ki, o nəsə kiməsə tikanlı bir söz və yaxud da acı bir söz, yəni belə pis çıxmasını mən o həmən dediyim evlad bu günləri şəhid olub. O yenə də başımızın ucaldı. Allah yenə də belə qalanlarımıza can sağlığı versin, uzun ömür versin. Gün o günlər olsun ki, belə bütün Azərbaycan xuşama yaşasın, yaxşı yaşasınlar, gözəl yaşasınlar. Tural kimi balalarımızın sayəsində, Ali Baş Komandanın belə deyək ki, belə siyasətinin davamçıları, yəni biz hamımız bu şəhidlərimizə borcluyuq.